Azərbaycanın Səhiyyə Naziri olmuş 2005-2021-ci illər arasında Oktay Şirəliyev köçüb bu dünyadan. Görürsüz, bax, istəyirsən aktyor ol, istəyirsən polis ol, istəyirsən prezident ol, istəyirsən dilənçi ol, sadə vətəndaş ol. Nə edirsən et, istəyirsən xalqın haqqını müdafiə elə, istəyirsən xalqı döy, istəyirsən xalqın pullarını oğurla, istəyirsən oğurluqla mübarizə aparan. Fərqi yoxdur. Əvvəl-axır gedəcəyin yer odur. Ancaq tək bir şey qalır. Sənin əməllərin və biz insanlar, burada qalan insanlar o gedən adamları bu dünyada cinayət məsuliyyətinə cəlb eləyə bilmiriksə və yaxud da onun yaxşı əməllərini mükafatlandırmaq imkanında deyiliksə, o dünya gedəndən sonra ona verdiyimiz qiymətlə, dəyərlə onun haqqını vermiş oluruq. Məsələn, indi mən nətər Cabir İmanov dünyasını dəyişib, Oktay Şirəliyev dünyasını dəyişib, onların dalınca lənət oxumayım. Onların goruna lənət olsun deməyim. Çünki Oktay Şirəliyev İlham Əliyevlə cinayət əlaqəsinə girərək Azərbaycan səhiyyəsini 2005-21-ci illər arasında böyür üstə qoyan adamların birincisidir, başında duran adamdır İlham Əliyevlə birlikdə. Azərbaycan səhiyyəsindən nə qalıb geriyə? Heç nə qalmayıb. Bugün Azərbaycanda insanlar dərmanla belə şəfa tapa bilmirlər. Az bir imkanı olan, olmayan, qonşudan, qohumdan borc xərc tapıb xaricdə, Gürcüstanda, İranda, Rusiyada, Türkiyədə öz müalicələrinə davam elətdirirlər. Azərbaycanda oxumuş həkimlər, tibb universitetini bitirmiş həkimlər bugün kütləvi şəkildə alman dilini öyrənib Almaniyada gəlib işləmək istəyirlər. Düz deyilirlər. Çünki Azərbaycanda İlham Əliyev və onun səhiyyə nazirləri, başda da bu gorbacor olmuş Oktay Şirəliyev elə bir sistem yaradıblar ki, nə xəstələrin bu səhiyyə sisteminə etibar var, nə də savadlı, doğru, düzgün həkimlərin bu sistemdə işləmək istəyi var. Ona görə də yaxşı adamların yeri də yaxşı olsun, pis olan adamların gorunu da yad eləyin, onun yaxınlarını da yad eləyin, hər bir mənada. Çünki qoy dirilərə görk olsun. Görk olsun ki, bax, mən də belə olsam, o tərəfə gedəndən sonra cavab vermək imkanım olmasa belə, məndə islahat qoymayacaqlar. Yox, yaxşı adam olsam, yaddaşlarda da yaxşı adam kimi qalacam. Gecəniz xeyrə.